Nədən inandılar ala? Məqsəd nədir səncə ala? Ölmək istəyirsən ala? Bilirsən mən nə istəyirəm Fərrux? Siz bu ölkədən çıxıb gedəcəksiniz. Tuncayı sizə göndərəcəm. Biletinizi də almışam. Təyyarəyə minib çıxıb gedəsiniz. Başa düşdü nə? Sizin o getdiyinizi mən gözlərimlə görəcəm. Tuncay bu təklifimi qəbul etmədi. Amma əgər siz də qəbul etməsəz, indicə qardaşın dünyasını dəyişər. Başa düşdü nə? Yaxşı ala, istədiyin olacaq. Gələcəyik. Gələcəyik buradan. Saat 4-də atacağım konumda olun. Yaxşı mı? Özü yaxşı bax. Yəqin ki getməyəcəyik də Fərrux. Əlbəttə getməyəcəyik dayı. Əlbəttə getməyəcəyik. Salam aleyküm. Aleyküm salam. Nə baş verdi? Eyni təklifi Fərruxa elədim. Fərruxa. Nə dedi? Qəbul elədi. Bir problem olmasa, bugün Tağıyevlərin sonu olacaq Yegor. Uzun zamandır bu anı gözləyirik Cəlal. Bu savaşın qalibi biz olacağıq. Biz olacağıq. Əlbəttə qalib biz olacağıq. Əlbəttə biz olacağıq. Fərrux, heç nə ağlına gəlmir. Tuncayı hardan tapa bilərik, necə qurtara bilərik? Heç də gəlmir ağlına. Aa! Bu necə mənim yanımdan çıxıb? Nə gəldi ağlına, nə oldu? Faik dayı Tuncay dünən mənə mesaj atmışdı, bir dənə də konum atmışdı. Demişdi ki, Fərrux, mən qaçmağa çalışıram, böyük ehtimal bacara bilməyəcəm. Mən bu konumdayam. Hə, belə yazıb. Mən bu konumdayam. Bir plan qurub qurtararsınız məni. Deyirəm bu uşaq zəka küfüdür da. Hal olsun buna. Gedib qurtaraq. Nəysə Faik dayı. Biz tez gedək, yoxsa Tuncayı hava limanına götürəcəklər. Bizi orada görməsələr çox pis şeylər ola bilər. Tez gedib Tuncayı qurtarmalıyıq. Çox gözləməyin mənası yoxdur. Tuncayın əllərini qollarını açın. Götürün hava limanına. Tez. Nə başlayır lan söldə? Hala qaçır tez gelin tez yeni dansa. Qəşək. Hadi ben silah.
Getməliyik Cəlal. Tuncay bizi öldürəcək, getməliyik. Tuncayı öldürməmişə sıra getirəm Yegor. Sən istəyirsənsə qaç. Mən Tuncayı öldürəcəm. Faik dayı, Fərrux, gəl. Çənə zibil. Cəlal, Cəlal, Cəlal. Öldürəcəm səni Cəlal, öldürəcəm. Az qaldı. Öldürəcəm səni. Hardasan ala? Gəl Faik dayı, gəl. Tuncay ev boşdur. Yegorla Cəlal yəqin ki qaçıb. Gedək artıq qardaşım. Başka yerde taparıq onları. Faik dayı, sən bir dənə çölə çıx, mən Fərruxla bir şey danışacağım. Çox sağ ol. Fərrux, qardaşım, artıq sağ-salamat olduğumuza görə danışa bilərik. Nə danışacağıq Tuncay? Atamın ölümü haqqında. Dinləyirəm. Fərrux, əslində mən sənə demişdim, bir səbəbkar daha var. O mənəm. Yegor, atamın olduğu evə bomba qurmuşdu. Mənim olduğum otaqda kabellər var idi. Mən səhv kabeli kəsəndə ev partladı və atam öldü. Nə deyirsən ala sən? Ala adam öz atasını öldürərmi Tuncay? Nə deyirsən sən? Sənə bunu deməyə çalışırdım. Vaxt tapa bilmirdim. Mən intiqamımı alaram Tuncay. Mən atamın intiqamını alaram. Vur! Vur! Ne gözləyirsən ala? Vur da! Vur Fərrux, vur! Vur ala! Vurmayan p***ler. Elə mi oldu? Elə oldu.